Salam hörmətli izləyicilər. Bugünkü videoda iki xatadan danışmaq istəyirəm. Birincisi, belə yerlərdə qarşıdakı maşına qədər metrə yarım 2 metr saxlayın. Çünki arxadan zərbə alsaz və yaxın maşını saxlamış olsaz, bir nəfəri yox, bu kollektivin hamısını o dünyaya göndərəcəksiniz. Amma bu barədə video çəkmişdim. Əsas fikrim başqadır. Belə yerlərə çatanda sürücülərin çoxsunun bir səhvi var. Deməli, yol ayrıcına çatanda soldan gələn çoxlu maşınları buraxmaq üçün sola baxırlar sürücülər. Sola baxırlar, sola baxırlar, sola baxırlar. Amma sağa dönəndə başlarını sağa çevirmirlər və sağa dönəndə yolu keçən piyadaları vura bilərlər və vururlar da. Bax, əslində necə olmalıdır? Sola baxırıq, indi dönəndə başımızı sağa çeviririk və döndüyümüz yerdə, sağa döndürdüyümüz yerdə biz piyada görəcəyik. Baxdığımıza görə saxlayırıq. Görməsəydi onu basacaqdıq. Bütün bu kollektivi buraxırıq. Çünki onlar piyada keçidindən qanunla keçirlər. Ondan sonra dönmə işıqlarını yandırırıq. Sol zolağa keçirik, sürəti artırırıq. Diqqətinizə görə çox sağ olun.